Salam, hər vaxtınız xeyir. Bugün düşündüm ki, YouTube-a nə video ata bilərəm və mənim də həqiqətən özümün, belə deyim də, çox sıxıldığım vaxtlarda YouTube-a girib baxdığım videolardan biridir. Təbii ki, adından da anladığınız kimi çantamda nə var? Çantam burada da gördüyünüz kimi belə bir çantam var Louis Vuitton'dan. Bunu buradan almamışıq, xaricdən almışıq. Dediyimdə praktiki bir çantadır. Bu, səhv eləmirəmsə, daha böyük ölçüdür. Bunun medium və small size da var. Qıraqlarında belə bir şeyləri var. Bunu belə yığa bilirsiniz çantanı. İki tərəfdən yığanda çanta biraz balacalaşır. Amma mən tərcih eləmirəm. Belə daha yaxşıdır. Bu əsl bilsiz nədir? Aeroporta gedən zaman içini doldurun. Əlavə bagaj kimi nəsə verməyinizə ehtiyac qalmır. Gəlin başlayaq. Çantamın deməli içində, çantanın öz içində daha doğrusu belə bir balaca çantası da var. Burada görürsünüz, hətta öz ipi də olur, belə bağlayırsınız. Gəlin ilk öncə bundan başlayaq. Bunun içində nə var, baxaq. Bunun içində mənim pasportum var. Pasportumda belə bir qabı var. Bunu AliExpress-dən sifariş vermişəm. 1 manat neçə qəpiyə, 2 manatda çatdırılması 3 manata mənə mane olub. Belə. Davam edək. Bunu içəri qoyacağım indi. Daha sonra çantamda ən böyükdən başlayayım. Planşetim var. Çanta böyük olduğu üçün işləmək üçün harasa çıxanda planşetimi də onun içinə atıram. Rahat olur. Planşetimin də içində birinci planşetimin özü çıxır. 11 Air'dir. Daha sonra klaviaturam var. Klaviaturam Magic Keyboard ala bilməmişəm. Hələ belə bir klaviaturam var. Nəysə, belə bir klaviaturam var. Bunun da öz case var. Amma case buna olmadığı üçün belədir. Amma çox praktikdir və təbii ki iPencil'ım var. Belə. Davam edək. Daha sonra çantamda belə bir not dəftərim var. Çox praktik, çox balaca, çox qəşəngdir. Daha sonra 2 dənə açqım var. Biri belə sadə gün eynəyidir. Məncə yaraşır. Digəri isə belə xamilyondur, şüadan qorunmaq üçün. Bu da Ray-Ban'dır. Belə. Məncə bu da eşqimdir. Davam edir. Daha sonra isə çantamda, təbii ki, çantam böyük olduğu üçün ətrimin özünü full götürürəm. Balaca çanta olanda balaca ətir qablarını da onlardan götürürəm. Çox qəşəng qoxusu var. Ətri də İranlı parfümerin bir mağazasından almışdıq. Çox möhtəşəm ətirlər var və hətta özü hazırlayır. Daha sonra belə bir darağım var. Barbie. Belə açılır. Burasında güzgü var. Güzgünü göstərmirəm. Burada da darağım belə özü çıxır. Neysə, çox daraqda yəni detal olma ehtiyac. Daha sonra saqqızım var. Niyə də yox? Daha sonra isə kaşlıqım var. Belə. Çox praktikdir. Çox qəşəng, xoşuma gəlir balacalığı. Elə çantamla da eynidir. Daha sonra burada nə var? Burada heç nə, bir də balaca belə bir gözü var. Onun içində nə var? Onlara da baxaq. Dodaq boyam var. Dodaq boyası indi dəyişir. Həmin gün hansını istifadə edirəmsə onu atıram. Bu günlərdə bunu çox istifadə edirəm. Bunu da keçən dəfə Temu alış-veriş videomda göstərmişdim. Başı belə kist formasındadır və çox qəşəngdir. Dodağımda da hal-hazırda var. Heç bir belə deyim də artıq rəng vermir dodağımıza. Sadəcə bir ton qatır. Çox qəşəngdir. Və dərmanlarım var. Majezik. Baş ağrısından əziyyət çəkən biri olaraq, əziyyət çəkən biri olaraq istifadə edirəm. Olmazsa olmaz. Və ən sonda isə qulaqcığım var. AirPods istifadə eləmirəm. Onun yeni Huawei'in belə qulaqcıqları var. Çünki AirPods 3 dəfə AirPods almışam orijinal və hər biri 1 il sonra xarab olub. Ona görə düşündüm ki, o qədər pul vermək mənasızdır. Bu qədər. Çantamın bütün içində olanlar bu qədər idi. Ümid edirəm bəyəndiniz və mənim kimi çantamda nə var videosu izləyənlər əlbət ki var və zövq almış olarlar. Bugünlük bu qədər. Bye bye.